Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada Medianın Dili Elmi Müzakirə Müstəvisində adlı konfrans keçirilib. Konfransa giriş nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli açaraq tədbirin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında və yerli televiziya kanallarının müsahibəsində Azərbaycan dili ilə bağlı irəli sürdüyü vəzifələrin və qarşıya qoyulan tələblərin elmi müstəvidə müzakirəsinə həsr olunduğunu bildirib. Müasir dövrdə Prezident İlham Əliyevin Azərbaycan dili siyasətini dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxladığını söyləyən AMIA rəhbəri Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramının bu sahədə aparılan elmi tədqiqatlar üçün əsas yol xəritəsi rolunu oynadığını vurğulayıb. Dövlət başçısının AMIA-nın 80 illik yubileyindəki çıxışı, eləcə də cari ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sayədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir deyən akademik İsa Həbibəyli, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı tələblərinin bir neçə əsas istiqaməti əhatə etdiyini diqqətə çatdırıb. Sonra Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək dil məsələsinə həsr olunan tədbirin aktuallığını və əhəmiyyətini önə çəkib. Şura sədri iki qurum arasında formalaşmış əməkdaşlıq münasibətlərindən danışıb, bu tərəfdaşlığın media dilinin inkişafına töhfə verdiyini bildirib. Rəşad Məcid vurğulayıb ki, dövlət başçısı AMIA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasını mühüm vəzifə kimi müəyyənləşdirib və alimlərin qarşısında konkret tapşırıqlar qoyub. Dövlət başçısının çıxış və müsahibələrində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi vurğulaması medianın üzərinə daha böyük öhdəliklər və vəzifələr qoymuşdur deyən Şura sədri vurğulayıb ki, jurnalistlər və ümumilikdə media nümayəndələri dilimizin inkişafında, qorunmasında mühüm rol oynuyorlar. Bu səbəbdən də media mənsublarının Azərbaycan dilini düzgün, səlis və ədəbi normalara uyğun şəkildə istifadə etməsi əsas vəzifələrdən biridir. Daha sonra çıxış edən APA Media Qrupun baş direktoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının sədri Vüsailə Mahir qızı Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə modeli olduğunu bildirib. Vurğulayıb ki, təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib. Dilin saflığının qorunmasının vacibliyini qeyd edib. Cənab Prezident xüsusilə dilə nəzarətsiz şəkildə xarici sözlərin daxil olmasına qarşı mövqeyini ifadə edib. Tədbirdə çıxış edənlər media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsinin təşviqi, dil mədəniyyətinin inkişafı, sosial media dili və televiziya və radio məkanında nitq mədəniyyəti kimi məsələləri müzakirə ediblər. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.